Romalılara məktub. 2-ci fəsil. Allahın ədalətli hökmü. Beləliklə, sən ey başqasını mühakimə eləyən adam, kim olursansa ol, sən də üzürsüzsən. Çünki başqasını mühakimə eləyərkən özünü də məhkum eləyirsən. Ona görə ki, başqasını mühakimə elədiyin halda özün də həmin işləri görürsən. Bizsə bilirik ki, belə işlərlə məşğul olanlara Allah həqiqətə əsasən hökm çıxarır. Ey belə işlərlə məşğul olanları mühakimə eləyərək, özü də həmin işləri görən insan. Məyər elə güman eləyirsən ki, Allahın hökmündən qaça biləcəksən? Yaxud sən Allahın zəngin xeyirxahlığına, həlimliyinə və səbirli olmağına xor baxırsan? Bəs anlamırsan ki, onun xeyirxahlığı səni tövbəyə yönəldir? Amma sən Allahın qəzəbinin və ədalətli hökmünün zahir olacağı gün, inadkarlığına və tövbə eləməyən ürəyinə görə özün üçün qəzəb toplayırsan. Allah hər kəsə əməlinə görə əvəzini verəcək. Dözümlə yaxşı əməl sahibi olaraq izzət, hörmət və ölməzlik axtaranlara əbədi həyat, özlərini göstərərək həqiqətə tabi olmayıb, haqsızlığa baş əyənlərə isə qəzəb və hiddət göndərəcək. Pislik eləyən hər kəsə əvvəlcə Yahudiyə, sonra da Yunana əziyyət və sıxıntı, yaxşı əməl sahibi olan hər kəsə isə əvvəlcə Yahudiyə, sonra da başqa millətdən olana izzət, hörmət və sülh verəcək. Çünki Allah insanlar arasında tərəfkeşlik eləməz. Qanunu bilmədən günah eləyənlərin hamısı qanunu bilməsələr də həlak olacaqlar. Qanunu bilərək günah eləyənlərin də hamısı qanunla mühakimə olunacaq. Çünki Allahın nəzərində qanunu eşidənlər deyil, ona əməl eləyənlər salih sayılır. Beləcə, qanuna malik olmayan başqa millətlər təbiətlərinə görə qanuna əməl eləyəndə, qanuna malik olmadıqları halda onlar özləri üçün qanun olur. Onlar bununla göstərirlər ki, qanunun tələbləri ürəklərində yazılıb. Onların vicdanı buna şahiddir. Düşüncələri də onları gah ittiham, gah da müdafiə eləyir. Mənim elan elədiyim müjdəyə görə Allahın Məsih İsa vasitəsilə insanların gizli işlərini mühakimə eləyəcəyi gün belə olacaq. Yəhudilər və qanun. Ey özünü Yəhudi adlandıran! Qanuna güvənərək Allahla öyünürsən, onun iradəsini bilirsən. Qanundan təlim aldığın üçün ən üstün dəyərləri ayırd eləyirsən. Əminsən ki, qanunda bilik və həqiqətin əsasını tapdığın üçün körlara bələdçi, zülmətdə olanlara işıq, ağılsızlara tərbiyəçi, uşaqlara müəllimsən. Bəs nə üçün başqalarını öyrətdiyin halda özün öyrənmirsən? Oğurlamamağı bəyan eləyərkən özün oğurlayırsan. Zina eləmə dediyin halda özün zina eləyirsən. Bütlərdən iyrənərkən məbədləri soyursan, qanunla öyünməyinə baxmayaraq, onu pozub Allahı hörmətdən salırsan. Axı belə yazılıb, sizin üzünüzdən millətlər arasında Allahın adına küfr edilir. Sünnətin yalnız o zaman faydası var ki, sən qanuna əməl eləyəsən. Əgər sən qanunu pozursansa, sünnətli olduğun halda sünnətsiz adam kimi olursan. Eləcə də əgər sünnət olunmamış adam qanunun ədalətli tələblərinə riayət edirsə, sünnət olunmamasına baxmayaraq sünnətli sayılır. Onda cismən sünnət olunmadığı halda qanuna əməl eləyən adam səni mühakimə eləyəcək. Sən ki, yazılı qanuna və sünnətə malik olduğun halda qanunu pozursan. Çünki zahirən Yəhudi olan Yəhudi deyil, zahirən və cismən sünnət olunan da sünnətli deyil. Yalnız daxilən Yəhudi olan Yəhudidir. Sünnət də ürəyə aid olub, yazılı qanuna görə deyil, ruhun işidir. Belə adamın tərifi də insandan yox, Allahdan gələr.